Molla Nəsrəddin bir gün yolüstü bir yeməkxanaya girir və yemək istədiyini bildirir. Onunla eyni anda başqa bir müştəri də yemək istəyir. Məkanın sahibi deyir ki, yeməklər qurtarıb cəmi bir balıq qalıb. Onu da öz aranızda bölüşdürərsiniz. Balıq bişir və masaya gətirilir. Molla deyir, mən balığın başını yeyəcəm. Müştəri təəccüblə soruşur, niyə başını yemək istəyirsən? Axı onun əti azdır. Molla cavab verir, hamı bilir ki, balıq beyinə xeyirdir. Onun da ən xeyirli yeri başıdır. Ona görə mən başını yeyəcəm. Bu sözdən sonra mübahisə düşür. O biri müştəri də balığın başını yemək istəyir. O deyir, bu deyir, axırda molla güzəştə gedir, başı ona verir, bədəni özü yeyir və qarnını doyurur. Bir qədər sonra adam narazılıqla deyir, mən başı yedim, amma hələ də acam. Molla gülərək cavab verir, bax balığın başı işə yaradı, beynin işləməyə başladı. Mollanın bu texnikası göstərir ki, insanlar öz istəklərini yox, onlara inandırılan istəkləri daha asan seçirlər. O bu hekayədə sadəcə balıq yemir, o dəyər anlayışını yönləndirir, ehtiyac yaradır və nəticədə istədiyini əldə edir. İndi isə sizi süni ehtiyac yaratma və dəyər çərçivələmə manipulyasiyası ilə tanış edirəm. Bizi çox vaxt satılan məhsulun özü yox, kapitalistlərin yaratdığı çatışmazlıq hissi hərəkətə gətirir. Məsələn, bir parfüm bizə unikal olma hissini, bir smartfon isə status hissini satır. Bir həftəyə artıq çəkidən xilas olun və enerjiniz yüksəlsin kimi çağırışlar yəqin ki, sizə tanışdır. Əslində satılan şey su və bitki qarışığıdır. Sadəcə sağlamlıq istəyi ilə manipulyasiya edərək səni səndə olmayan bir şeyi almağa təşviq edir. Reklamlar, sosial media, brendlər, hətta yaxınlarımız bizə hər gün ehtiyaclarımızın nə olduğunu deyirlər. Onlar bizə qıtlıq hissini aşılayırlar. Çünki insan bir şeyin çatışmadığını hiss etdikdə onu axtarır. Bu manipulyasiya 3 əsas psixoloji prinsipə əsaslanır. 1. İnsanlar daha ağıllı, faydalı, seçilmiş və üstün görünmək istəyirlər. 2. Nadir və az olan daha qiymətli görünür. 3. İnsan artıq bir şeyi seçibsə onun doğru olduğuna dair sübut axtarmağa başlayır. Hər bir satıcı, müəllim, lider və ya psixoloq manipulyasiya gücünə malik ola bilər. İndi sizə NAT-ın bəzi anti-manipulyasiya teoremlərini açıqlayıram və əminəm ki, sizə faydalı olacaq. Hər ehtiyac real deyil, bəziləri təklifin enerjisi ilə doğulur. İnsan əgər ona veriləni ehtiyac sanırsa, artıq satıcı danışmasa da satır. Dəyərlər nadir olduqları üçün yox, dəyərli kimi təqdim olunduqları üçün seçilir. Hər kəs dəyişmək istəyir, ancaq yalnız seçilmişlər texnikaları öyrənirlər. 11 avqust tarixi sizə təkamül üçün yeni bir başlanğıc ola bilər. Çünki ehtiyaclar şuur altında yönləndirilirsə, dəyişmək yalnız düşünməklə mümkün deyil. NAT diploma dəyişim proqramı sizi içərdən yenidən dizayn edən bir səyahətdir. Əsl azadlıq istədiyini əldə etmək deyil, niyə istədiyini dərk etməkdir. Fikirləriniz çox maraqlıdır.